Dostlar, bir daha salam. İstəyirəm sizə zədəlilər barədə məlumat verim. Hal-hazırda hamının ən çox gözlədiyi Pedri'nin zədəsi ilə bağlı xəbərdir ki, bu barədə məyus edici bir yenilik var, onu nəzərinizə çatdırım. Çox güman ki, Rafinha belə Pedri'dən daha tez qayıdacaq yaşıl meydanlara. Atletik Bilbao ilə oyunda həm Rafinha, həm də Joan Garcia'nın yaşıl meydanlarda olacağı gözlənilir. Pedri'nin zədəsinin isə dekabrın sonundan tez belə deyək, bərpa olacağı gözlənilmir. Gavi'nin zədəsi isə mart ayında tam olaraq bərpa olacaq. Hal-hazırki vəziyyət budur. Yəni hazırki vəziyyətə əsasən bu 4 oyunçunun geri qayıtma tarixləri az öncə dediyim kimi Rafinha və Joan Garcia Atletik Bilbao ilə oyunda geri qayıdacaq. Pedri'nin sağalması dekabrın ortası və ya sonuna qədər çəkə bilər. Gavi'nin isə mart ayından əvvəl yaşıl meydanlara qayıdacağı gözlənilir.